Prezident İlham Əliyev iyunun 23-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman kompleksində görülmüş işlərlə tanış olub. Gənclər və İdman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə bilgi verdi. Bildirildi ki, bu kompleks Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində inşa olunur. İkincisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, handbol, mini futbol, badminton, gimnastika, judo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada eyni zamanda 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik 4 mərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin 2000 futbol meydançası yaradılacaq. Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman kompleksində təşkil ediləcək. Prezident İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhəddi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Salih Məmmədov dövlətimizin başçısına görülən işlər barədə bilgi verdi. Bildirildi ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhəddi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması şərq, qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.